yevme ya'addu-zalimu ala yedey. Qiyamətin günü elə bir gündür ki, günahkar insan öz əllərini çeynəməyə başlayar. Yaqul və deyər, ya leytəni ittəxədtu mə'ər-rəsuli səbila. Kaş mən də Peyğəmbərlə bircə yol tutaydım. Ya veylətə leytəni, vay olsun mənim halıma. Kaş mən ləm ətəxid fulanən xəlila, fulankəsi özümə dost seçməyəydim. Ləqəd əzəlləni aniz-zikr. O məni Allahın zikrindən uzaqlaşdırdı, azdırdı. Bə'də iz-ca'əni, hansı ki o zikr mənə gəlmişdi, o həqiqət mənə gəlmişdi və kânə şeytan lil-insani xəzula. İnsanı şeytan doğrudan da azdırandı və yolundan çıxartandı. Ötən məclislərdə biz qiyamətdə insanın hansı şeylərə həsrət çəkməsi haqqında bəzi mövzular danışdıq. İnşallah bu söhbətdə də mən insanın bu həsrətindən danışmaq istəyirəm ki, qiyamətin günündə ayə buyurduğu kimi insan eyvay deyər, kaş mən filankəslə dost olmayaydım deyər. Hansı ki, günahı da onda görər. Deyər ki, o məni Allahın zikrindən, Qurandan, həqiqətdən uzaqlaşdırdı. Yaşadığımız dünya həyatı elə bir həyatdır ki, orada dostsuz, yoldaşsız mümkün deyil yaşamaq. Çünki insan ictimai bir varlıqdır. Hər bir insanın təbii ki, oturub durduğu, get-gəl elədiyi, yoldaş olduğu bir insan var. Hər bir insan belədir. Onun bir var, məsələn, insan yolda kiminənsə yol yoldaşı ola, bu ayrı. Bu, məsələn, bir həftə, 10 gün, bir ay çəkər yol yoldaşlığının müddəti. Amma əsasən biz danışırıq o insandan ki, o öz həyatında özünə bir və yaxud bir neçə yoldaş seçib, onları özünə dost bilir və onlarla oturub durur. Yəni 5 günlük, 10 günlük deyil bunun müddəti. Elə illər boyu insan həmin dostu ilə get-gəl eləyir. Dinimizin bizə bu mövzu haqqında müəyyən göstərişləri var. Birinci göstərişi budur ki, insan yoldaş seçimində diqqətli olmalıdır. Hətta dinimiz buyurur, insan özünə həyat yoldaşı belə seçəndə diqqətli olmalıdır. Baxmalıdır ki, görsün o yoldaş onun imanına necə təsir göstərəcək? Onun axirətinə necə kömək ola biləcək? Ümumiyyətlə kömək ola biləcək, yoxsa yox? Əli əleyhissalamdan Həzrəti Peyğəmbər evliliyin səhərsi günü idi, ya 3 gündən sonra idi, soruşur ki, əmoğlu, ya Əli, həyat yoldaşı, zövcəvi xanım Zəhranı necə gördün? Xanım Zəhranı necə gördün? Əli əleyhissalam cavabında bir kəlmə yaxşı söz buyurur. Buyurur, nəəm, ni'məl qaun alə taətillah. Bəli, ya Resulallah, xanım Zəhra Allahın itaətində mənə ən yaxşı köməkçidir. Yəni, Əli əleyhissalam bir növ insanlara həm Zəhranın məqamını tanıtdırır. Eyni zamanda da insanlara bir mesaj verir ki, insanın seçdiyi yoldaş fərq eləməz, həyat yoldaşı olsun, ya dost olsun, onun axirətinə, imanına kömək etməlidir. Əgər kömək edirsə, bu yaxşıdır. Bu, bəyənilən bir haldır. Çünki insan həmişə ətraf mühitdən təsirlənən bir varlıqdır. Görürsən, məsələn, sevinir, qəzəblənir, əsəbləşir, narahat olur, qəlbi sınır. Ətraf mühitdən insan daim təsirlənir və ətraf mühitin insanın şəxsiyyətində böyük rolu var. Bəzən mühit insanın şəxsiyyətini formalaşdırır. O cümlədən dinimiz buyurur ki, insanın özünə seçdiyi yoldaş da bu cürdür, dost da bu cürdür.
onun insanın şəxsiyyətindəki rolu dinimiz də təsdiqləyir ki, bəli, var. İstər müsbət mənada, istər mənfi mənada. Hətta Peyğəmbərimizin çox gözəl bir hədisi var. Bundan da artıq Həzrəti Peyğəmbər sözü daha dolğun bizə çatdırır. Buyurur ki, Əl-mər'u əla dini xəlilihi. İnsan öz dostunun, yoldaşının dinindədir. Demir, hər bir insan özünün seçdiyi dindədir. Buyurur, dostunun seçdiyi dindədir. Yəni, Peyğəmbər demək istəyir ki, yoldaşın, dostun, insanın dinində də belə təsiri var. O nə dindədirsə, hansı yoldadırsa, bu da o yolda olacaq. Bu təbiidir. Fəlyənzur, Peyğəmbər buyurur, bəs elə isə hər bir insan baxmalıdır ki, mən yuxalil, kiminlə yoldaşlıq edir, kimi özünə dost seçir. Niyə? Çünki Quran-ı Kərimin bir ayəsi var, Zuhruf surəsi 67-ci ayədə buyurur, Əl-əxillau yevməizin, qiyamətin günündə dostlar, yoldaşlar, bə'duhum li bə'din aduvvun. Bəziləri, bəzilərinə düşmən olacaq. Bu dünyada dost olan kimsələr, qiyamətdə Allah buyurur ki, bir-birinə düşmən olacaq. Yəni, illəl muttəqin, istisnanı deyir, təqvalılardan başqa. Təqvalı insanlar əgər burada dostdularsa, qiyamətin günündə də inşallah dostluq davam edəcək. Necə burada bir yerdeydilər, necə burada bir yerdə oturub dururdular, inşallah qiyamətin günü gələndə də Allah onları cənnətdə bir eləyəcək. Çünki bunlar dost olublar, bir-birinə yoldaş olublar, bir-birinin əlindən tutublar. Amma təqvalı olublar. Necə? Yəni, biri digərinə kömək edib. Biri digərinin əlindən tutub ibadətə aparıb. Dəvət edib məscidə, dəvət edib yaxşı əməllərə. Əgər yaxşı əməllərdə bir-birini təşviq ediblərsə, bir-birlərinə yol göstəriblərsə və təqvalı olublarsa, bu mənada olubsa onların yoldaşlığı, dostluğu qiyamətin günündə də davam edəcək. Amma əksinə, sadəcə dostluğu, yoldaşlığı nəyəsə görə eləsələr. Bu, onun əlindən tutur, aparır günah məclisinə. O arada, məsələn, fikirləşir, deyir, yox, mən getmirəm. Deyir, yekə oğlansan, belə olmaz. Mən gedirəm, sən də gəl. O da gedir. Sonra deyir ki, dostum məndən inciyər, narazı qalar, ona görə alınmır. Buyurur, bu cür yoldaşlıq qiyamətin günündə çevriləcək düşmənçiliyə. Ayə demir niyə, amma aydın məsələdir, ona görə demir niyə. Niyə aydın məsələdir? Çünki o dost qiyamətin günündə baxıb görəcək ki, bunun cəhənnəmə düşməyinə səbəbkar bu olub. Deyər, kaş mən səndən dostluq eləməyəydim. O birincilər təqvalılar. Biri digərinə baxanda deyər ki, nə yaxşı mən səndən dost oldum. Nə yaxşı mən sənin sözünə qulaq asdım. Sən məni dəvət edirdin yaxşı işlərə, məscidə, ibadətə. Nə gözəl. Ona görə qiyamətin günündə onun dostuna olan ehtiramı, məhəbbəti biraz da artar. Amma əksinə olanda, təqva yolunda olmasa bu yoldaşlıq, qiyamətin günündə bu çevriləcək düşmənçiliyə və təbii ki, belə dostluq elə düşmənçiliyə də çevrilməlidir. Çünki baxıb görəcək ki, bunun yolunun azmasına səbəbkar bu insan olub. Bu olmasaydı, bu təşviq eləməsəydi, bu deməsəydi, bu getməyəcəkdi. Dinimiz günah məclislərində iştirak eləməyi haram buyurur. Bir yerdə ki, içki məclisi var, bir yerdə ki, kefdamaq məclisi qurulub. Allahın zikrindən uzaq bir məclis qurulub, buyurur, mömin insana yaraşmaz ki, o məclisdə iştirak eləsin. Bəziləri sual verir ki, niyə? Axı, mən o işi görmürəm, sadəcə iştirak edirəm. Din niyə sadəcə iştirak eləməyə qadağa qoyur? Hədis ayə var bu barədə, Nisa surəsi 140-cı ayədə. Allah nə buyurur? Buyurur, fəla təq'udu məqəhum. Oturmayın o günahkarlarla bir yerdə. Onlar ki, oturub əylənirlər, günah eləyirlər, içki içirlər, qeybət eləyirlər, birinə qarşı plan cızırlar, Allahın ayələrini məsxər eləyirlər, küfr eləyirlər.
elə insanlarla bir məclisdə oturmayın. Hətta yaxuzu fi hadisin qeyri. Durun, çıxın oradan ki, onlar mövzunu dəyişsinlər. Onlar söhbəti dəyişsinlər. İnnəkum izən misluhum. Əgər belə eləməsəz, siz də onlar kimi olacaqsınız. Yəni, sizin orada sakit qalıb, susub, heç bir reaksiya vermədən iştirak eləməyiniz bir növ onların etdiyi işi imzalamaq deməkdir. Ona görə də olmaz. Müddəthir surəsi 42-45-ci ayələrdə Allah cənnətlə cəhənnəm əhlinin danışığından danışır. Buyurur, cənnət əhli, cəhənnəm əhlinə baxar. Bunu biz dərsdə də qeyd elədik ki, bəzən olar ki, cənnət əhlinə cəhənnəm əhlinin söhbəti olar. Bu da nəyə görədir? Bu da ona görədir ki, cənnətdə yorğunçuluq yoxdur. Cənnətdə nemətlərdən istifadə eləyəsən, yorulasan, bezəsən, belə bir şey yoxdur. Cənnətdə qorxu yoxdur, cənnətdə qəm-qüssə yoxdur. Cənnət elə bir aləmdir ki, orada heç bir nöqsan, heç bir qüsur, istər maddi, istər mənəvi, heç bir nöqsan yoxdur. Başdan başa ləzzətdir. Adama elə gəlir ki, bu ləzzətdən insan bezməyəcək. Buyurur, xeyr. Yorulmayacaq, xeyr. Niyə? İnsan bir şeydən nə qədər çox istifadə eləyirsə, ondan yorular. Və üstəgəl, insan hər bir şeyi öz əksi ilə tanıyar. Hər bir şeyi öz əksi ilə tanıyar. Ləzzətin, ləzzətliyin acılıqla tanıyar. Əgər insana acılığı dadızdırmasın, ləzzətin ləzzətliyin bilməyəcək. Daim bir insan şadlıq içində olsa, qəm görməsə, o şadlığın nə olduğunu bilməyəcək. Gələk bu arada qəm görə ki, şadlığın da mahiyyətini dərk eləyər. Sual verirlər ki, cənnətdə əgər qəm olmayacaqsa, şadlığın, ləzzətin, mahiyyətin cənnət əhli necə dərk eləyəcək? Bu qaydadır, bu təbii bir qanundur ki, insan hər bir şeyi əksi ilə tanıyır. Amma cənnətdə əks olmayacaq, hamı eyni cür olacaq. Bunların mahiyyətini insan necə dərk eləyəcək? Elə ilkin cavab ki, alimlər veriblər bu suala budur. Cavab bundan ibarətdir ki, arada Allah cənnət əhlinə cəhənnəmi göstərəcək. Göstərəndən sonra harada olduğunun mahiyyətini dərk eləyəcək. Buyurur, nəinki göstərəcək? Arada bir onları danışdıracaq. Danışdırandan sonra cənnət əhli cənnətdəki məqamlarının, ləzzətini duya biləcək. Çünki onları görməsəydi, onlarla bir danışmasaydı, bəli, haradasa inanmaq olardı ki, insan ləzzətin, mahiyyətini tuta bilməyəcəkdi cənnətdə. Amma onları görüb, onlarla danışıqdan sonra o mahiyyəti cənnət əhli dərk eləyəcək. Ma səlakakum fi səqər danışdıracaq, deyəcək ki, sizi bura nə atdı? Siz maşallah dünyada sayılıb seçilən adamlar idiniz, cəmaat sizə hörmət eləyirdi, cəmaat sizi ehtiramla qarşılayırdı, cəmaat ağsaqqal kimi sizi barışığa aparırdı, məsləhətə sizin yanınıza gəlirdi, sizi biz ağıllı başlı adam tanıyırdıq, bu nə gündür düşmüsünüz? Ma səlakakum fi səqər başlayarlar onlar danışmağa. Neçə şey deyərlər ki, biz bunları eləyirdik, oxuyarsınız özünüz. Müddəthir surəsi 42-45-ci ayələrdə. Axırıncı şey ki, deyirlər, bizim nə səbəb oldu, gətirdi, bu hala saldı, bu olar ki, və kunna nəxuğu mə'əl xafizin. Biz günahkarlarla, Allahın ayələrini məsxər eləyənlərlə, möminləri lağa qoyanlarla bir yerdə oturub durardıq. Yoldaşlığımız onlarla idi. Çün onlarla yoldaşlıq eləyirdik, ona görə Allah gətirdi saldı bizi bura. Onlar eləyəndən eləmirdi ya, sadəcə yoldaşlıq eləyirdik. Yəni Allah icazə vermir ki, nə olsun sən onlar eləyəndən eləmirsən, amma onlar eləyənin yanında oturmuşsan, bəla gəlsə necə olacaq? Ona görə buyurur Əli əleyhissalam ki, cahil insanla, yalancı insanla, fasıq insanla, Allahın hüdudlarını qorumayan fasıq insanla yoldaşlıq eləmə.
Ağa niyə? Gözəl bir söz buyurur. Buyurur, çünki o oddur, alovdur. Oda yaxınlaşsan yandıracaq. Onlarla yoldaşlıq eləmə ona görə ki, sən onların zahirini gözəl insan görürsən. Əməllərin də sadəcə bir əməl görürsən. Amma əsl həqiqətdə batini gözlə baxsan, onlar bir oddur. Ona görə sən bilmirsən ki, odla oturmuşsan. Odla oturmaq olmaz. Bunu sənin ağlın kəsir. Sadəcə o odu görmürsən. Quran-ı Kərimdə bir ayə var, buyurur, onlar ki, yetim malı yiyirlər, əslində qarınlarında ot yiyirlər. Yəni, demək istəyir ki, bu yeməyin batini surəti var. Birdən gözün açılsa, bu batini surəti görsün, ondan imtina edərsən. Bunu biz danışmışıq. Rəcəb Əli Xəyyatın atası rəhmətli deyir, bir gün bir nahəq işə sustum. O adam mənə sustuğuma görə bir xalça verdi, götürdüm, apardım evə. Rüşvət kimi. Götürdüm, apardım evə. Deyir, atam evə girəndə məndən soruşdu ki, o nə deyilən? Dedim, ata, görmürsən xalçadır. Deyir, yox, tüstüdən görə bilirəm ki. Yəni, qıraqdan baxsan, xalçadır, bəzəkli. Amma ariflər gözündə tüstüdür. Od, diyalogdur, yanır, bunun xəbəri yoxdur. Həmin anda birdən qiyamət baş versə, o atacaq əlindən. Yaxın durmayacaq. Ona görə Ağa Əmir Əl-Möminin buyurur ki, günahkar insanla, cahil insanla yoldaşlığı kəs, onunla yoldaşlıq eləmə. Çünki o oddur, bilmirsən. Kiminlə dostluq elə, kiminlə yoldaşlıq elə? Həzrəti İsa'ya bu sualı verdilər. Həzrət Peyğəmbərdən də var. Buyurdu, 3 dəstə insanla çalış yoldaşlıq elə. Birinci o insan ki, onu görəcək, yadıva Allah düşər. Onu görəndə onun cəmali, onun vücudu sənə Allahı xatırladır. Belə bir insan, bax, gör, tapa bilirsən. Yaşadığın cəmiyyətdə, qohumda, əqrabada ki, onu görəndə sənin yadvada başqa şey düşməz. Belədir də. Məsələn, günahkarlar bir-birini görəndə yadına başqa şeylər düşür. Oturmuşdu evdə rahat, bir dənə o dostu zəng eləyən kimi buna həvəs oyandığında. Amma mömin əksinə. Mömin üçün buyurur, yaraşmaz ki, elə insanla yoldaşlıq eləyər. Çalışmalıdır, elə bir insanla yoldaşlıq eləsin ki, onun vücudu buna Allahı xatırlatsın. İkinci, elə insanla yoldaşlıq elə ki, İsa Peyğəmbər buyurur, onun danışığı sənin elmini çoxaltsın. O danışanda sənin elmin artsın. Nəinki o danışanda olan qalan elmində yaddan çıxsın. Üçüncü buyurur, onun rəftarı, gördüyü işdə səndə axirət istəyi oyatsın. Bax, belə insanlarla oturun, durun. Əli əleyhissalam buyurur, Məsəlul cəlisi salih, salih bir yoldaşla oturub durmaq bilirsiniz nəyə bənziyir? Ətir satanla oturub durmağa bənziyir. Məsəlul cəlisi salih, məsəlul əttar. Salih dostun misali əttarın misalındadır. Əttar ətir satana deyirlər. İlləm yu'tikə min ətrih, əsabəkə min rixih. Ətir satan daim işi peşəsi ətirlərlə olduğu üçün onun həmişə üstündən gözəl ətir yiyələr. Deyir, salih insanlarla yoldaşlıq elə, çünki onun məsəli əttarın məsələdir. Əgər sənə əttardan bir ətir verilməsə də, iyi mütləq hopacaq üstüvə. Bizdə belə bir söz var, elə yeri gəlib qoydayım, deyir, atın yanına bağlasan, həm rəng olmasa da, həm xasiyyət mütləq olacaq. Bir aydan, bir ildən sonra baxçıyla görürsən ki, bu xüsusiyyət keçib ona. O xüsusiyyət keçici bir şeydir. Məsələn, bizdə təbərrük var, dində təbərrük var. Məsələn, bir adamın, bir müqəddəs övliyanın paltarı biz gedirik, təbərrük edirik, əlimizi sürtürük. Bizə bəzən irad da tuturlar ki, niyə? Amma bunu dinimiz də isbat edir ki, xüsusiyyət, onda olan bərəkət nədir? Keçicidir.
müqəddəs övliya bir dənə paltar giyinsə, müqəddəsliyi keçəcək paltarı. Yəni, mən ki gedirəm onun paltarını öpürəm, nəyə görə? Çünki müqəddəsliyi keçib o paltara. Birdən əgər o paltarı adi insan giyinsəydi, sən öpərdin? Bu qapı pəncərə, məsələn deyirəm, adi bir kiminsə həyətinin qapı pəncərəsi olsaydı, gedib öpərdin? Öpməzdin. Amma çün Allah övliyasının ziyarətgahıdır, gəlirsən zirehnindən öpürsən. Niyə? Çünki o hara qədəmin qoysa, hara toxunsa, elə bir ətir kimidir. Hara toxundu, onu da eləyəcək ətirri. Ətir elədir də, özü yaxşı iyilidir. Nəyə toxundu, onu da iyili eləyəcək. Gözəl əməl insanı ətirri eləyir. O insan hara toxunsa, orada da ətirri eləyəcək. Ona görə də biz gedirik, övliyaların əşyalarına nə edirik? Təbərrük edirik. Onların əşyalarından götürürük, öpürürük. Qoyuruq gözümüzün üstünə, hörmət edirik. Seyyid Şərəfüddin Amili böyük İslam alimlərindəndir. Deyir, Quran-ı Kərimi Ərəbistanda verdilər bir şeyxin əlinə. Elə Quran bunun əlinə çatan kimi götürdü belə Quranı, öpdü, qoydu gözünün üstünə. Deyir, dedim, niyə belə eləyirsən şeyx? Axı, olmaz. Sən dərini öpürsən, keçi dərisindən hazırlanıb cildi. Deyirsən, keçi dərisini öpürsən, deyir, yox, mən onun içindəkini öpürəm. Bax, insan özü də bilmədən, belə görürsən, hansısa bir sələfilik damarı tutur, qəbul eləmir. Amma belə insanlıq damarı tutanda özü də bilmədən görürsən ki, başlayır eləmək onu. Yaxşı, indi bu keçinin dərisi başqa bir kitabın cildinə bürünsəydi və yaxud da nədəsə olsaydı, kim onu öpərdi? Heç kəs. Amma çün Qur'ana gəlib, Quranın müqəddəsliyi keçib onu. Bu barədə biz geniş danışmışıq əvvəlki mövzularımızda. Amma söz buradadır ki, gözəl əməl ətir misalındadır. Yəni, keçici xüsusiyyəti var. Gözəl dost da bu cürdür. Xüsusiyyətin, xasiyyətin, keçicilik, sirayət eləmək xasiyyəti var. Alimlərin birindən soruşdular. Bir nəfər getmişdi böyük bir alimin huzuruna, Allah qismət eləsin hamımıza ki, böyük alimin, arifin huzurunda olmaq özü bir böyük şərəfdir insan üçün. Deyir, moizə istəyir ondan. Deyir, ağa, mənə bir kiçik bir kəlam de, mənim üçün daim faydalı olsun. Deyir, mənə bir kəlmə söz dedi. Dedi, naməhrəmlə oturub durma. Dalıcan gördü, mənə biraz qəribə gəldi söz. Dedi, istər o naməhrəm qadın olsun, istər kişi olsun. Salava! Allahümme salli ala Muhammed ve ali Muhammed. Dedim, ağa, bu qadının naməhrəmliyini başa düşdüm. Kişidən də adama naməhrəm olur, deyir, bəli. O adam ki, Arifin sözünü oxuyuram sizə, o adam ki, Allahla ünsiyyəti yoxdur, o naməhrəmdir insana. Çün o məhrəmlə, hər kəsə məhrəmlə naməhrəmdir, deməli səndən də naməhrəmdir. Allah hər kəsə məhrəmdir, hər kəsin yanındadır, hər kəsin qəlbindədir, hər kəsə şah damarından yaxındır. Sən öz məhrəminlə naməhrəmsən. Biz İmam Zaman ağa qeybdədir. Qeybi bizə göstərir ki, biz ağamızla hələ naməhrəmik. Məhrəm olsaq, ağanın huzurunda olmaq bizə də qismət olar. Gərək məqam qalxa yuxarı, insan ora məhrəm ola. Deyir, o insan ki, Allaha naməhrəmdir, insana da naməhrəmdir, ona görə də ondan yoldaşlıq eləmə, Allaha məhrəm olan şəxslərlə yoldaşlıq elə. İmam Cavad ağa buyurur ki, İyyəkə və müsahəbətəş şərir, pis yoldaşdan uzaq gəz. Çünki o, qınında olmayan, aşkarda olan qılınc kimidir. Zahiri, görünüşü gözəldir, amma təsiri çox pisdir. Pis dost, qılınc misalındadır. Zahiri, görünüşü çox gözəl, amma təsiri çox pisdir. Sədinin gözəl bir bu barədə 2 beyti var. Deyir, ta təvani mi qoriz əz yar bəd. Yar bəd bədtər بود əz mar bəd. Mar bəd tənha tora bər can zənəd. Yar bəd bər can o bər iman zənəd. Bacardığın qədər pis yoldaşdan qaç. Ağa niyə?
Ona görə ki, o pis ilandan da betərdir. Təhlükəli ilan, pis ilan sənin ancaq bədənivə zərər yetirər. İmanıva necə? Zərər yetirməz. Pis dost isə sənin həm bədənivə zərər yetirər, həm də imanıva zərər yetirər. Ona görə də qaç ondan uzaqlaş. Təzə tövbəyə gəlir, deyir, indi hardan başlayayım? Möhrü qoyursan qabağına, bismillah, 2 rəkət namaz. O hələ tezdir. Mən öz sözümə uyğun deyirəm, ha, tezdir. Əslində elə gecikib, 5-10 ildə qəza qalıb boynunda onları da qılmalıdır. Amma mərhələ baxımından, addım baxımından birinci başqa şey görməlidir. Namazın qılmalıdır heç. Onsuz da ona namaz əvvəldən vacib idi, oruc əvvəldən vacib idi. Amma başqa şeydən başlamalıdır. O nədir? O da budur, Əli əleyhissalam buyurur, get birinci yoldaşlarımı, dostlarımı dəyiş. Onlarla da inşallah vidalaş, sağollaş, denən ki, inşallah gəl söz, gözüm üstündə yerimiz var. Amma yox, gəlmə söz, mən sözdən ayrıldım. Nuh Peyğəmbərin oğlu baxdı dostlarının sözünə, qərq oldu tufanda. Dedilər ki, hara? Dağın başına tufan çıxacaq. Elə bir Nuh Peyğəmbərin oğlunun batdı başına. Dedi, hə, getdi çıxdı ora, bir neçə dostu ilə, hamısı da qərq oldu. Amma yoldaşlığın görün nə qədər böyük təsiri var. Çox-çox üzr istəyirəm. Bir it Əshab-ı Kəhflə yoldaşlıq elədi. Adı düşdü Qurana, dedi inşallah cənnətə geçsə elə bu it də gedəcək. Niyə? Çünki görün kimlərlə dostluq elədi. Kimlərlə yoldaşlıq elədi. Əshab-ı Kəhf bir dəstə cavan oğlan idi. Allahın zülmündən, bütpərəstlikdən üz götürdü. Getdi ki, hicrət eləsinlər, öz imanlarını saxlasınlar, hicrət eləyib vilayətdən uzaqlaşdılar, gəldilər yarıda bir çobanın iti qoşulduyorlar. Ta gəldi, onlar yatdı 309 il mağarada. İt də onların mağarasının qapısının ağzında. Quran-ı Kərim buyurur ki, əllərin belə açdı, uzandı, o da onlarla bir yerdə. Yəni, hörmət qazandı. Quranda adı gəldi. Yoldaşlığın, dostluğun bu dərəcədə əhəmmiyyəti var. Ona görə də buyurur, birinci növbədə dəyiş. Dəyişsən, hə, o namazla qılsan, inşallah onun da təsiri olacaq. Yox, namaza başladım. Maşallah, oruc da tutursan. Maşallah, məscidə də gəlirsən, amma o yoldaşlarla da yoldaşlığın yerində. Bir vaxtdan sonra görəcəksən ki, buradan soyudun. Yavaş-yavaş, bir-iki aydan sonra o qardaş haradaydı, gündə məsciddəydi, indi qayıtdı öz əvvəlki yoluna. Yəni, onlardan insan əlaqəni kəsməsə, mümkün deyil. Namazın da ona təsiri olmayacaq. Çünki o, insana namazdan da çox təsir qoyur. İmam Sadiq ağanın bir dostu var idi, yazırlar ki, daim bir yerdəydilər. İmam Sadiq ağanın daim bir yerdəydilər. Deyir, günlərin bir günü ağanın bu dostu öz qulamına əsəbləşir, belə bir söz deyir. Deyir, ay zinazadə, haradaydın? İmam bu sözü eşidir bundan, narahat olur, əlin qaldırır, vurur alnına, deyir, eyvah, sən nə pis nisbət verdin onun anasına. Mən səni təqvalı adam bilirdim, niyə belə söz danışırsan? Deyir, həmin şəxs qayıtdı, dedi ki, ağa, narahat olma, onun anası Hind əhalisindəndir, yəni bütpərəsdir. Yəni, güya olar da, onlara belə söz demək olar. İslamda deyirlər axı, qeyri şəri, kəbirlə, təlaqla bunlar evlənməyiblər. İmam buyurur ki, məgər bilmirsən ki, hər bir qövmün özünə məxsus izdivac qayda qanunu var. Əgər bir millət bütpərəst olsa, özünə məxsus qayda qanunları var da onların evlənməyə verir. Qayda qanunsuz deyir ki, qayda qanunla evləniblərsə, o qayda qanun möhtərəm sayılır. Ona görə də olmaz bu sözü ona demək. Yazırlar ki, İmam Sadiq əleyhissalam onunla əlaqəni kəsir, ta ölənə qədər onunla əlaqəsi olmur da, dostluq, yoldaşlıq getdi. Bir kəlmə sözlə. Yəni,
bu dərəcədə bizə tapşırılıb ki, insan necə yediyi yeməyə diqqətli olmalıdır, oturub durduğu yoldaşına da diqqətli olmalıdır. Bəzən biz bilmirik, bəzi xüsusiyyətlər var ki, bizə bəlkə oturub durduğumuz şəxsdən keçir. Onunla yoldaşlıq bizi Allaha gedən yolun üstündə böyük bir maniyədir. Bunları bilmirik, amma araşdırsaq bizə məlum olar. O maniyələri biz görərik. Əli əleyhissalam buyurur, fasiqlə dostluq eləmə. Niyə görə? İki şeyə görə. Birinci, o otdur, səni də yandırıb kül elər, heç elər. İkincisi də, o həmişə istər ki, sən də onu kimi olasan. Dostun bir xüsusiyyəti var, həmişə istər ki, sən də onu kimi olasan. Abid olsa, zahid olsa, istəyər ki, bunun yoldaşlıq eləyən belə onu kimi abid olsun. Amma günahkar olsa, fasıq olsa, bu adam dost daim istəyər ki, o dostluğunu fasıq eləsin özü kimi. Niyə? Çünki belə bir yaxşı söz var bizdə, deyərlər ki, cəhənnəmə gedən özünə yoldaş axtarır. Doğrudan da bu söz dəqiq bir sözdür. Səcdə eləyir bir insan. Şeytanın biz naləsini eşitmirik. Hədislərdə var, şeytan elə nalə eləyir. Şeytanı insanların, möminlərin içərisində ən çox incidib, narahat eləyən şey səcdə eləməkdir. Bir adam səcdə eləsə, şeytan onda ən çox inciyir. Nəyə görə? Deyər, eyvay, Allah bunu birinci dəfə mənə əmr elədi, mən eləmədim. Amma bu səcdə eləyir. Ona görə şeytan istəməz ki, bir adam səcdə eləsin, bir adam ibadət eləsin. Peyğəmbər dövründən bir nümunə gətirirlər oxuduğum ayənin barəsində. Deyir, 2 nəfər şəxs olub, biri Əqəbə, biri Übəy. İkisi də müşrik olub, bütpərəst olub, İslamda olmayıblar. Peyğəmbər dövründə yaşayıblar. Əqəbə adı sizə tanış olmasa da, amma atasının adı bir çoxlarına tanışdır. Bunun atası Vəlid olub. Vəlid, həmin o məşhur Vəlid ki, Əli əleyhissalamın da dövründə var idi, onun oğlu Əqəbə. Bir, onun bir dostu var idi, adı Übəy. Bunlar bir yerdə daim yoldaşlıq eləyərdilər. Əqəbənin bir xüsusiyyəti var idi. Deyir, hər dəfə səfərdən qaydanda bir süfrə açardı, cəmaatı dəvət eləyərdi, məxsusən böyük insanları da dəvət eləyərdi, qonaqlıq verərdi onlara. Səxavətli insan idi həm də. Deyir, bir gün Peyğəmbəri də çağırdı. Xəbər göndərdi ki, Peyğəmbər də gəlsin. Peyğəmbər də gəldi, oturdu qonaqlarla bir yerdə. Hamı başladılar yemək yeməyə, amma Peyğəmbər süfrəyə əl uzatmadı. Əqəbə soruşdu ki, niyə yemirsən? Dedi, çünki sən Allaha inanmırsan, Allaha şərik qoşursan, bütpərəstsən, ona görə. İslamı qəbul eləsən, mən sənin süfrəvə əl uzadaram. O da kəlmə şəhadət dedi, İslamı qəbul elədi. Bu oldu müsəlman. Söz çatdı, xəbər çatdı bunun dostu Übəyyə. Übəy durdu, gəldi Əqəbənin yanına, dedi ki, eşitmişəm, müsəlman olmuşsan. Dedi, bəli, müsəlman olmuşam. Dedi, niyə? Səndən çıxmayan iş. Sən hardan müsəlman oldun? Dedi, Peyğəmbəri çağırmışdım evimə, o mənim süfrəmə əl uzatmırdı. Ona görə o mənim süfrəmdən əli boş getməsin deyə bir şey yesin və dursun ayağa, ona görə də mən də onun İslamını qəbul elədim. Dedi, sən bilirsən ki, mən səndən qəlbim incidir. Dedi, yaxşı, indi neyniyim ki, sən razı olasan? Görün, bu dəqiqə, bu hər dəfə var ha. İndi onun günahına çatmasaq da, amma dosta xatir günah eləyənlər görün nə qədərdir. Neyniyim, alınmır. Dostdur, yoldaşdır, vallah billah alınmır. Vallah billah alınır. Alınmırı Allah heç vaxtı neynəməyib, əmr eləməyib insana. O şey ki, alınmaz, mümkün deyil ki, Allah onu əmr eləsin. Əgər əmr eləyibsə, deməli, alınar. Sadəcə bir dənə addım atmaq lazımdır. Birinci addımda, ikinci addımda hər şey düşər qaydasına. Deyir, mən neyniyim ki, səni razı salım? Dedi, heç. Dur, get Peyğəmbər olan məclisə, Peyğəmbəri təhqir elə. Ondan sonra mən səndən razı qalaram. Bəzi tarixlərdə mən qabağıma çıxıb bu hadisələ bağlı oxumuşam ki, hətta bu ona deyir ki, təhqiri nə cür elə?
Çox üzr istəyirəm Peyğəmbər, amma tarixdə də bu yazılıb. Deyir, ağzının suyun at Peyğəmbərə çıx məclisdən. Belə eləsəm razı qalarsan, dedi, bəli. Durur, gedir, o cür deyir. Bu ayə nazil olur. Fürqan surəsi 27-29-cu ayələr nazil olur. Ya Peyğəmbər, o gün zalim insan əllərin çeynəyər, deyər, ey vay, niyə mən Peyğəmbərlə bircə yol tutmadım? Kaş filan kəslə dost olmayaydım. Ləqəd əğalləni, o məni azdırdı zikri, zikirdən, Qurandan, Allahın zikrindən. Bu ayə gəldi həmin o şəxsin barəsində. Yazırlar ki, Əqəbə Bədir müharibəsində həlak oldu. Übəy də Uhud müharibəsində. Yəni, İslamı qəbul eləmişdi, gəlmişdi, addım atmışdı, amma dost qoymadı. İnsan belədir, addım atır, görürsən dost imkan vermir, yoldaş imkan vermir. Ay inciyər, addımını çəkir. İnciməsin deyə günaha sarı addım atır. Bu, hər dövrdə olub. Bu ayə hər dövrdəki yoldaşlara və dostlara da aid ola bilər. Ola bilər günahın dərəcələrində fərqi var, amma hər halda aid ola bilər. Odur ki, yazırlar tarixdə, bunu da nəql edeyim, inşallah söhbətim tamam. Bilirsiniz ki, Yezid Məlunun bir oğlu var idi. Adı nə idi? Yezid öz atasının adını qoymuşdu. 2 oğlu var idi. Birinin adı Xalid olub, birinin adı Muaviyə. Muaviyə azdan çoxdan eşitmişsiniz ki, çox az xilafətdə oldu. Atasından sonra xilafətdə çox az oldu. Yazırlar tarixdə ki, 40 gün xilafətdə oldu, 40 gündən sonra xilafəti tərk elədi. Bilirsiniz, niyə tərk elədi? Nə dedi tərk elədi? Deyir, 40 gün otururdu, fikirləşirdi, ancaq fikri zikri bu idi. Ay dövlət idarə eləsin, xilafət idarə eləsin, yox. Ancaq fikri zikri bu idi ki, mən xilafətdə olum, ata-babamın yolun davam eləyib, o bədbəxtçiliyə, onlar düşən bədbəxtçiliyə düşüm, yoxsa buraxım, gedim Allah yolunu tutum, öz cənnətimi qazanım. Ay, bunu fikir eləyirdi, deyir, 40 gündən sonra qərarım verdi. Necə verdi? Yığdı bütün dövlət işçilərin, çıxdı mənbərə. O zaman məsciddə, mənbərdə xütbəni söyləyərdilər, hətta xəlifələr belə. Deyir, çıxdı mənbərə, dedi, camaat, siz tanıyırsınız ki, mənim atam kim olub, babam kim olub. Amma bunu da tanıyırsınız ki, onların mübarizə apardığı insanlar kim olub. Onu da yaxşı tanıyırsınız. Nəyəsə görə susursunuz, nəyəsə görə ata-babama xidmət eləmişsiniz, onlar qalsın bir qıraqda. Amma yaxşı tanımısınız ki, Əli ibn Əbi Talib kim olub? Hüseyin ibn Əli kim olub? Bunları çox gözəl tanıyırsınız. Əli ibn Əbi Talib o insan olub ki, şücaətdə bənzəri olmayıb. Əli ibn Əbi Talib o insan olub ki, hamıdan qabaq Peyğəmbərə iman gətirib. Həzrət Əli əleyhissalamın ən böyük fəzilətlərindəndir ki, ilk dəfə Peyğəmbərə iman gətirən ağa oldu. O demək deyil, imanda deyildi, iman gətirdi. Yox, o elə əvvəldən imanda idi. Sadəcə imanın aşkar elədi Əli əleyhissalam. İman gətirdi biraz, düzdür deyirlər. Amma dəqiq söz budur ki, Əli əleyhissalam 12-13 yaşında imanın aşkar elədi. O elə əvvəldən İslamda idi. Əli əleyhissalam buyurur ki, bir dəfə ömrümdə olmayıb, bir an, bir saniyə olmayıb ki, Allaha şərik qoşum. Bir an olmayıb. İnsanlar olub ki, aylarla, illərlə bütə sitayiş edib Allaha şərik qoşurlar. Amma bir an olmayıb ki, mən şərik qoşum. Deyir, cəmaat, bunları yaxşı tanıyırsınız ki, Əli əleyhissalam kim olub. Bu cür insanı Muaviyə bilirsiniz ki, 70-80 ilə yaxın mənbərlərdə, xütbədə qanun halına saldı. Dedi, kim çıxsa mənbərə, cəmaata xütbə söyləməyə, əvvəl Əli ibn Əbi Talibə lənət oxusun, ondan sonra. Hətta balaca uşaqları da öyrətdilər, balaca uşaqlar da Həzrət Əliyə lənət oxuyurdular. Ayağı daşa dəyəndə birinin ağıya nalayiq sözlər deyərdi, lənət deyərdi. Balaca uşaqlardan tutmuş belə, böyük o dövlət işçilərinə qədər, dövlət xadimlərinə qədər. Ömər ibn Əbdüləziz
xəlifələrdən, Əməvi xəlifələrindən biri olub ki, adını əksəriyyətimiz eşitmişsiniz. O gəldi, öz xilafəti dövründə buna qadağa qoydu. Bilirsiniz nə cür? Çağırdı bir Yahudi dostu var idi. Həmin bu xəlifənin. Yahudi dostunu çağırdı, dedi, mən cümə günü cəmaatın içərisində çıxacam mənbərə, xütbə söyləməyə. Sən qalxarsan yerdən, fürsət tapıb, qalxıb mənə bir sual verərsən. Dedi, xəlifə, nə sual? Dedi, deyərsən ki, mən istəyirəm sənin qızınla evlənim. Mən sənə cavab deyəcəm orada. Deyəcəm ki, sən Yahudisən, dinimiz icazə vermir ki, Yahudiyə biz qız verək. Ondan sonra sən bunu öyrədir, hazırlaşdırır. Deyir, ondan sonra sən mənə qayıdıb deyərsən ki, bəs Peyğəmbər Həzrəti Əliyə niyə qız verdi? Əgər Yahudiyə qız vermək olmaz, bəs Peyğəmbər Həzrəti Əliyə niyə qız verdi? Mən orada deyəcəm ki, çün Həzrəti Əli müsəlman idi, ona görə qız verdi. Sən də deyərsən ki, bəs bu müsəlmanı, niyə bu müsəlmanlar söyür, lənət deyir? Sənin işin olmasın. Ondan sonra sözü alacam ələ. Deyir, cümə günü gəlir, çıxır mənbərə. Fürsət düşür, həmin o Yahudi dostu qalxır ayağa, məsciddə buna cəmaatın içərisində üzün tutur, deyir, xəlifə, mən istəyirəm sənin qızınla ailə quram. O vaxtı şəxslər, cavan oğlanlar özləri şəxsən elçilik eləyərmişlər. Yəni, adətənənə indiki kimi olmuyor. Hətta tarix göstərir ki, məsciddə də mümkün olub bu. Necə məsciddə gəlib kəbin oxutdurmurlar, elə elçiliyi də elə orada eləyərmişlər. Bəzi hallarda. Deyir, durur ayağa, deyir ki, bəs Ömər ibn Əbdüləziz, mən istəyirəm sənin qızınla ailə quram. Deyir, axı buna icazə yoxdur. Niyə? Din haram buyurur. Müsəlman qızı qeyri-müsəlmana ərə verər. Bu, İslamda olmaz. Deyir, bəs Ömər ibn Əbdüləziz, nəyə görə Peyğəmbər öz qızın Həzrəti Əliyə verdi? Deyir, ona görə ki, Həzrəti Əli müsəlman idi. Deyir, niyə bəs bu müsəlmanı, bu cəmaat söyür, ona lənət deyir? Ömər ibn Əbdüləziz bu sözdən sonra üzün tutur cəmaata, deyir, indi bunun sualına cavab verir. Bunun sualına cavab verir. Hamısı deyir, başını salır aşağı. Ondan sonra deyir, cavab verə bilmirsinizsə, yığışdırın bunu. Bilmirsiniz ki, Həzrəti Əli birinci insandır ki, Peyğəmbərə iman gətirdi, Peyğəmbəri təsdiqlədi. Sonra başlayır Həzrəti Əlidən danışır, qadağanı o cür qoyur. Deyir, həmin o Muaviyə, Yezidin oğlu Muaviyə danışır. Deyirsiniz, bunları bilirsiniz, Həzrəti Əlini də tanıyırsınız ki, onun imanı hamıdan, şücaəti hamıdan çox olub, birinci iman gətirir. Mən çox oturdum, fikirləşdim ki, bundan sonra mən Allah yolunu tutacam və bu xilafətin ata-babama gətirdiyi bədbəxtçilikdən mən özümü qutarıb, xilas edib, çıxıb gedirəm. Deyir, qalxır ayağa, düşür minbərdən, getmək istəyəndə Mərvan tutur qabağını. Deyir, hara? Bir kəlmə söz deyir. Deyir, çəkil yolumun üstündən, mən sizin xilafətinizdən indiyə qədər bir şirinlik görmədim, acılıq və bədbəxtçilikdən başqa. Belə xilafəti mən istəmirəm. Və Mərvan, bilirəm, siz çox hiləgər insanlarsınız. Hiləvizlə yaxşı insanları, sizlə dostluq eləyən insanları salmışsınız tora, indi məni də salmaq istəyirsiniz. Çəkil yolundan mən gedirəm. Qabağını ala bilmirlər, yığışırlar. Bu Muaviyyə nə olub belə? Bu həmin Muaviyyənin nəvəsi, o Yezidin də oğlu. Araşdırırlar, görürlər ki, bunun bir ustadı olub. O vaxt Yezid bunu balaca uşaq olanda qoyub o ustadın yanında, ustad buna təlim verib, dərs keçib. Tərbiyəsi ilə özü şəxsən məşğul olub. Həmin ustad şiəçiliyini büruzə vermirmiş. Heç vaxtı da bildirməyib ki, mən Əli aşiqiyəm, Hüseynin aşiqiyəm. Özünü elə bunlara xidmətçi kimi tanıtdırıb. Məhəbbətini də gizlədib.
araşdırırlar, görürlər ki, bu ustad daxilində Əhl-i Beytə, Əhl-i Beytin imamlarına məhəbbəti olub, özü də xüsusi. Bu övladı da elə tərbiyə eləyib ki, o insanların mərifət və məhəbbətin salıb bunun qəlbinə. Deyirlər, bu bundan daim oturub durarmış, ustaddan da keçib buna bu cür iş. Gətirirlər bir dənə quyu qazırlar, ustadı diri-diri bastırırlar. Muaviyəni də zəhərləyirlər, öldürürlər. Mərvan keçir iş başına. Gedir Yezidin yoldaşıyla da evlənir. Yezidin bir oğlu qalır Xalid adında. Deyir, hər gün Xalidin nəzərində özün böyük göstərir, onun ata-babasını pisləyir və istəyir ki, bunu çıxartsın, cəmaat belə qərara gəlirlər ki, Mərvan hələlik sən ol, Xalid balaca uşaqdır. Böyüyənə qədər xəlifəsən ol, böyüyəndən sonra xilafəti verərsən buna. Xilafətin başına gücdən keçib böyüyəndə hardan versin? Ona görə də daim onu gözündən, ata-babasının gözündən salardı, xilafəti gözündən salardı. Deyir, gəlirmiş həmin Xalid, anasına danışırmış evdə. Ki, Mərvan mənə belə danışır, belə mənim gözümdən salır ata-babamı, xilafəti belə. Bir gün gəlir, girir evə Mərvan, soruşur ki, Xalid sənə məndən bir gülə-güzar eləmir. Deyir, yox. Qulluqçularına göstəriş verir həmin bu qadın, gecə ilə Mərvanı boğur, öldürür. Xilafət üstündə o da elə bədbəxtçiliyə gedir. Amma Muaviyə, Yezid oğlu Muaviyə öz canın o cür qutarır, 40 gündə olsa xilafətdə qalır, amma o oturub durduğu ustad elə bir təsir qoyur bunda ki, axırda gəlir, özün tarixdə müsbət mənada göstərməyi bacarır. Yəni deməyim budur ki, dostun, yoldaşın, ustadın, müəllimin insan ruhunda hədislərdə var buyurur, yediğiniz yeməyə diqqət ediyor. İmam Səccad ağa bu hədisi izah edir, deyir, yediğiniz yeməkdən məqsəd budur ki, ruhunuzun qidasına fikir verin, görün hansı müəllimdən, hansı dostdan nə öyrənir.